21 fevral tarixində paytaxtın Suraxanlı rayonu aeroport şosesində Butapalasın yaxınlığında yeni quraşdırılan elektron məlumat sürət tablolarının üzərində olduğu metal konstruksiyada son tamamlama işləri görüləcək. Bu səbəbdən qeyd edilən tarixdə 00:00-dan 05:45-ədək hava limanı yolundan, yəni hava limanı körpüsündən Koroğlu metro stansiyası istiqamətində, 02:00-dan 05:15-ədək isə Koroğlu metro stansiyasından, yəni Suraxanı dairəsi üzərindəki yol ötürücüsündən hava limanı istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. Şosenin hər iki istiqamətində isə 02:30-dan 05:15-ə kimi hərəkət dayandırılaraq nəqliyyat vasitələri alternativ yollara yönləndiriləcək. Alternativ yol kimi Mərdəkan şosesindən gələnlər Zığ şosesinə, şəhər istiqamətindən gələnlər isə Suraxanlı rayonu Xanlar Ələkbərov və 14 iyul küçəsinə istiqamətləndiriləcək. Eyni zamanda sürücülər şəhərdən hava limanı istiqamətinə alternativ olaraq 8 noyabr prospektindən Zığ yoluna keçmə ilə də hərəkət edə biləcəklər. Məhdudiyyətin tətbiq olunduğu müddətdə avtomobillərin alternativ yollarda rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün yol polisi tərəfindən zəruri tədbirlər görüləcək.